Salam əzizləyicilər. Deməli, yanımıza alqı-satqı yoxlanışı üçün Porsche Macan gətiriblər. Deməli, avtomobil 2017 modelli və 3 motordur. Deməli, avtomobilin biz deməli, silindirlərini yoxlayırıq. Çıxan sveçanı bir dənə verir zəhmət olmasa. Alışmış şamları çıxan sveça budur. Gördüyünüz kimi bərbad vəziyyətdir. Ya avtomobilə yanlışlıqla 92 vurulub, ya da ki vurulan benzin keyfiyyətsiz olub ki, sveç açmış hamlı bu vəziyyətə düşüb. Biz bütün deməli endoskopik kamera ilə cilizə baxırıq. Ciliz salamatdır. Cilizə bir problem yoxdur. Cilizə problem yoxsa deməli mühərrikin kompressiyası normaldır. Heç bir problem yoxdur. Porsche-nə də bax. İndi hal-hazırda klapanlara baxırıq. Klapan görürsünüz nə vəziyyətdir? Bərbad vəziyyətdir. Bu isə yanacağın keyfiyyətsiz yanacaq vurulmağından irəli gəlir. Bu isə ondan ibarətdir ki, deməli avtomobilin klapanları yaxşı deyil. O da yenə deyirəm, yanacağın keyfiyyətindən irəli gəlir. Porsche-nin vəziyyətinə baxmışıq. Porsche-nin üstündə biraz da olsun qurum var. Avtomobil diaqnostika elədik. Ciddi elektronika problemi yoxdur. Belə, mühərrik hissəsində heç bir dəyişən bir şey yoxdur. Sadəcə bir dənə artıq başlayıb, deməli, sol tərəfdəki prokladkadan, üst qışqa prokladkasına artıq başlayır nəmləməyə. Bu deməkdir ki, bunun prokladkası dəyişilməlidir. Belə, Allah satana da, alana da xeyir versin. Sağlık etsin.